Salam dəyərli izləyicilər, mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bugün sizə əlimdə tutduğum bir cihaz haqqında məlumat vermək istəyirəm. Cihaz 2026-cı ilin istehsalı və kanal içi eşitmə cihazıdır. Cihazın özəllikləri, xüsusiyyətləri haqqında danışacağam, amma ilk öncə onu demək istəyirəm ki, həm şarjlı eşitmə cihazı axtaran pasientlərimiz, həm eşitmədə görünməzliyi, gizliliyi sevən, qulaqda heç görünməsini istəməyən pasientlərimiz və eşitmə cihazı almaq istəyən pasientlərimiz bu videoya diqqətlə baxsın. Bu video sırf sizin üçündür. Deməli, cihaz Black Edition, yəni qara versiyada bizə təqdim olunur ki, bu versiya Azərbaycanda ancaq bizdə var. Cihaz cüt şəkildə və yenə deyirəm, şarjlı şəkildə təqdim olunur və dünyanın ən kiçik eşitmə cihazıdır. Qulağa taxılma isə bu şəkildədir. Taxılır və demək olar ki, qulaqda heç nə görünmür. Amma yüksək texnologiyalarla təchiz olunmuş bu cihaz eşitmə cihazı ilə yanaşı sizə bir çox funksiyalarda təqdim edir. Bir çox üstünlüklər də təqdim edir. Bu cihaz eşitmədən nəinki eşitmə cihazı istifadə etmək, hətta eşitmədən həzz almaq kimi özəllikləri də yanında sizə təqdim edir. Əgər ətrafda yüksək səs-küylü yerlərdə, istər kafe shoplarda olsun, istər restoranlarda olsun, istər yüksək səs-küylü danışan yerlərdə səsin azalmasını istəyirsinizsə, danışdığınız şəxsi dediyi sözləri tam birə-bir eşitmək istəyirsinizsə, bu cihaz tam sizə görədir. Cihaz Echo Sound sistemindən təchiz olunub. Bu nə deməkdir? Əks sədanı aradan qaldırır. Bir çox eşitmə cihazı istifadə edən pasientlərimizin ən həssas nöqtəsidir. Cihazda bəzən və davamlı şəkildə əks səda, echo, ilk olaraq danışılan mühitdə ekhonu aradan yığışdırır, əks sədanı aradan yığışdırır və təmiz səsi qulağa ötürür. Smart Optimization sistem sayəsində gələn səsləri optimizasiya eləyərək bizə lazım olan səsləri qulağımıza ötürür. Bu deməkdir ki, yüksək səslər bəzən eşitmə cihazı istifadəçilərini narahat eləyə bilər. Feedback-i yığışdırır, qulaqda yaranan tərpəndikdə, ağız açılıb bağlandıqda və yaxud yemək yedikdə ətrafa verəcək olan səsləri yığışdırır, feedback-i aradan qaldırır. Ən çox pasientlərimizin şikayət elədiyi külək səsləri. Çünki cihaz istifadə eləyərkən küləyin yandan, arxadan vurmağı və yaxud arxadan gəlməsi külək səsi də pasientlərimizi narahat edir. Bu cihaz külək səsini də minimuma endirir və səsdə keyfiyyətli eşitməni təmin eləyir. Bir digər funksiyası isə Audio Link funksiyasıdır. Hər iki cihaz arasında Bluetooth bağlantısı olduğuna görə sağ tərəfdə deyilən səsləri avtomatik sağ qulağa ötürsə də, sağ qulaq Bluetooth vasitəsilə avtomatik olaraq sol qulağa ötürür ki, sağ tərəfdə deyilən sözləri sol tərəfdə də eyni faizdə, eyni dərəcədə eşitsin. Və yaxud sol tərəfdən deyilən sözləri sağda zəif yox, solda danışırmış kimi ötürüb hər iki qulaqda normal və yüksək eşitməni təmin eləyir. Cihazımızın IP67 və IP68 özəlliyi var ki, bu da həm cihazı toza qarşı, həm də nəmə, tərə, suya qarşı davamlı şəkildə qoruyur. Bir digər özəlliyi isə Audiotronic multimikrofon özəlliyidir ki, gələn səslərin sağdan, soldan, öndən, arxadan gəlməsini nəzərə alaraq 360 dərəcə eşitmə təyin edir. Bunun sayəsində eşitmə cihazı istifadəçiləri təkcə ön tərəfdən gələn səsləri yaxşı eşitməyəcək, hətta həm öndən, həm arxadan 360 dərəcə gözəl eşitməni bu cihazla təmin etmiş olacaqlar. Özəllikləri arasında bir funksiyada mənim diqqətimi çəkdi ki, doğrudan gələn səslə, yəni düz bizə qarşı yönələn səslə yansıyan səs arasında səviyyə fərqini müəyyən eləyir. Yəni bu nə deməkdir? Doğrudan yönlənmiş səs. Yəni bu deməkdir ki, birbaşa bizə danışırlar, o səsi normal şəkildə təmizləyir, filtrləyir, ötürür qulağımıza. Bir də yansıyan səs. Uzaqdan 2-3 metrdən, 5 metrdən deyilən səs bizə baxmayaraqdan, qarşı tərəfə, sağa, sola baxılaraqdan, yəni bir neçə yerə dəyib istiqamətlənmiş səs arasında fərqi tapır. O səsi belə AI texnologiyası vasitəsilə işləyib birbaşa təmiz şəkildə qulağa ötürmə funksiyası da var. Cihaz tam şarj olarsa 20-24 saat kəsintisiz eşitməni təmin edir. Niyə 20-24 saat deyilir? Çünki telefona yazılan application vasitəsilə biz səsin artırıb azaltmasını da eləsək, bu minimum 20, amma heç applicationdan istifadə eləməsək 24 saata qədər qalxır. Multi Travel Charger
Bax, gördüyünüz kimi ovuz üstünə yerləşən balaca multi-travel charger, yəni cihazı 3 dəfə 0-dan 100-ə qədər enerji təmin olunmasına icazə verir və hətta səyahətlərdə olsanız belə, gedə-gedə yolda belə eşitmə cihazınızı bu travel chargera taxıb, ağzını bağlayıb eşitmə cihazını rahat şəkildə şarj edə bilərsiniz. Mərkəzlərimizdə eşitmə cihazlarını həm test eləyə bilərsiniz, həm eşitmə dərəcənizə uyğundur, uyğun deyil deyə müəyyən eləyə bilərsiniz və cihazın qiyməti ilə də bağlı bizə yazıb, maraqlanıb məlumat ala bilərsiniz. Xatırladım ki, bu cihaz yalnız referans eşitmə mərkəzlərində satılır. Yəni Black Edition, qara versiyası yalnız bizdə mövcuddur. Ümumiyyətlə, audio servis eşitmə cihazlarının Azərbaycanda tək və yetkili distributoru referans eşitmə mərkəzləridir. Yaxınlaşıb həm rəsmi istehsalçı qarantiyası əldə edə bilərsiniz. Dediyim kimi, həm də eşitmənizi test edə bilərsiniz. Bu cihazlarla eşitmə səviyyəsini necə eşidirsiniz, onu yoxlaya bilərsiniz. Ona görə də vaxt itirmədən, əgər eşitmənizdə zəiflik varsa, bizə müraciət eləyin. Əgər eşitmə cihazı alacaqsınızsa da düzgün seçim eləyin. Düzgün eşitmə cihazından istifadə edin ki, dərəcəniz daha da ağırlaşmasın və eşitmə cihazı taxan andan etibarən eşitməniz 100%-ə qalxsın. Bu və digər yeniliklər haqqında daim sizləri məlumatlandıracağam. Ona görə də sizdən xahişimiz, lütfən videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və kanala abunə olmağı unutmayın. Sizinlə mən idim, eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Gələn videolarda görüşənədək.